Salam Gülçin xanım. Salam. Hər vaxtınız xeyirli olsun. Teşekkür ederim. Uğura doğru bir addım layihəsinin bugünkü qonağı keramika üzrə həm heykəltaraşlıq, həm rəssam Gülçin Aslanlıdır. Nəzərinizə çatdırım ki, Gülçin Aslanlı həm də Aslanlı Muzeyin təsisçisidir. Gülçin xanım, xoş gəlmisiniz. Teşekkürümü bildirəm. Öncəliklə dəvətiniz üçün minnətdaram. Layihəmizlə bağlı bir neçə maraqlı suallar olacaq sizə və ilk sualımız sizə odur ki, özünüz haqqında qısa məlumat verə bilərsinizmi? Yaradıcılıq yolunuz necə başlayıb? Əlbəttə, mən Gülçin Aslanlı, keramika üzrə həm heykəltaraş, həm rəssamam, eyni zamanda vitraj rəssamıyam və sənətdə vitraj sənəti ilə gəlmişəm. Artıq 10 ildən çoxdur ki, fəaliyyət göstərirəm və Aslanlı Muzeumunda yaradıcısıyam. Həm sənətçi olaraq bu sferada tanınıram, həm də korporativ olaraq istər özəl, istərsə də dövlət qurumlarının hədiyyələrini hazırlayıram. Çox gözəl Gülçin xanım. İkinci sualımız odur ki, rəsmlər və əl işləri hazırlayarkən sizi nə ilhamlandırır? Ümumiyyətlə bütün sənətçiləri düşünürəm ki, duyğuları daha çox ilhamlandırır. O öz istər şəxsi həyatında, istər ümumiyyətlə həyatında yaşadığı bütün enişli, yoxuşlu, bütün sevincləri, bunların hər birini öz sənətində bildirir və bundan əlavə olaraq məni sənətdə ilhamlandıran daha çox tarix, din, müəyyən əfsanələr, bu tip mövzular çox marağımı çəkir və öz əl işlərimdə də buna geniş yer verirəm. Tamam. Yeni bir məhsulun ideyası necə yaranır? Bu spontan olur sizdə, yoxsa əvvəlcədən planlaşdırılmış prosesdir? Daha çox spontan olur. Hansısa bir ideya ağlıma gəlir və onun üzərində təbii ki, işləyirəm, həmən yaratmıram. O mövzunu öncəliklə araşdırıram dərindən və daha sonrasında bunu ideya olaraq artıq həyata keçirdirəm. Bir işin hazırlanmasına orta hesabla nə qədər vaxt sərf edirsiniz? Dəqiq demək, yəni düzgün olmaz, çünki baxır hazırlanan işə. Bəzi əsərlər var ki, onu 2-3 gün ərzində ərsəyə gətirə bilərsən. Elə əsərlər olub ki, 1 ay, 2 ay müddət alıb. Sizcə bugün Azərbaycanda əl işi nə dərəcədə dəyərləndirir? Təbii ki, Azərbaycandakı əl işinin dəyərini Avropada, Amerikada olduğu kimi və ya digər Asiya ölkələrində olduğu kimi biz müqayisə edə bilmərik. Azərbaycan bazarı kiçik bazardır. Ancaq bu 10 il ərzində öz təcrübəmə əsasən deyə bilərəm ki, 10 il qabaqki və ya 5 il qabaqki və ya indiki dövrün tələbatı eyni deyil. Amma eyni zamanda da bazarda artıq böyük bir rəqabət var və istər-istəməz bu da işə təsirini göstərir. Sifarişlə işləyirsinizmi? Bir də müştərilərin ideyalarını reallaşdırmaq sizin üçün nə dərəcədə rahatdır? İdeyaları reallaşdırmaq çox rahatdır. Təbii ki, bu texniki baxımından mümkün olmalıdır ki, biz bunu reallaşdıra bilək. Ancaq müştəri kreativ ideyalarda gələndə bu mənim üçün çox maraqlı olur və daha da həvəsləndirir ki, yeni bir ideya ilə, yeni bir hər hansı bir texnika ilə işləyəcək, yeni bir iş ortaya çıxardacaq. Ancaq belə deyim, fərdi sifarişlər qəbul etmirəm, amma korporativ olaraq böyük tirajla olan sifarişləri bəli qəbul edirəm. Gələcək planlarımız nələrdəndir? Brendinizi inkişaf etdirmək və beynəlxalq bazara çıxmaq istəyirsinizmi? Təbii ki, hər bir sahibkar kimi, hər bir sənətkar kimi çox istəyirəm ki, beynəlxalq bazara çıxışım olsun və tanınım bu sahədə. Bəs sizcə Azərbaycan və İsrailin yaradıcılıq mədəniyyətləri arasında oxşarlar və fərqlər var? Əlbəttə, mən ümumiyyətlə İsrail mədəniyyətini, tarixini araşdıranda müəyyən qədər şahid oldum ki, hər iki ölkə arasında təbii ki, fərqlər də var, ancaq oxşar cəhətlər də çoxdur. Bunlar daha çox nələrdir? Hər iki ölkə mən düşünürəm ki, öz ənənələrinə, tarixinə sadiqdir. İstər dini görüş baxımından hər ikisinin öz mədəniyyətini, tarixini, dinini necə deyim, tutması və onu daima ön planda tutması bu məni çox sevindirir. Mənim üçün önəmli olan belə deyim faktorlardandır və oxşar cəhətlər deyə bilərəm ki, məsələn bizdə Azərbaycanda daha çox milli motivlər ön plandadır. Buna aiddir. Buta ola bilər, misal olaraq göstərə bilərik, nar ola bilər və ya rəssamlar daha çox tarix abidələri işləyirlər, içəri şəhər tematikası ola bilər.
İsraildə isə biraz fərqli yanaşmadır. Məsələn, David ulduzu, Hamsa var və bunlar mənim marağımı çəkir. Ümumiyyətlə yeni hər hansı bir mövzunu işləmək mənim üçün maraqlıdır və ən əsası əl işlərində, arxa planda o mövzunun hər hansı bir hekayəsi olması bu məni daha çox həvəsləndirir onu işləməyə. Bəs Gülçin xanım, İsrail brendləri ilə əməkdaşlıq və Azərbaycan-İsrail layihələrində iştirak sizin üçün maraqlıdırmı? Əlbəttə elə bu səbəbdəndir ki, artıq bir müddətdir ki, Azərbaycan-İsrail ticarət evində məhsullarımız satışdadır və düşünürəm ki, gələcəkdə çox uğurlu layihələrimiz olacaq. İşlərinizi İsraildə sərgilərdə və ya marketlərdə təqdim etmək istərdinizmi? Təbii ki, çox istərdim. İsraildən gözəl təkliflər olarsa, niyə də olmasın? Çünki bildiyim qədərilə İsraildə də insanların əl işləri marağı böyükdür. Bunu mən öz belə deyim, bu 10 illik iş təcrübəmdə də çox görmüşəm. İsraildən olan müştərilərim çoxdur və onların daima mənim kolleksiyalarıma, əsasən də David ulduzu kolleksiyama böyük marağını görmüşəm. Çox gözəl. Bəs Gülçin xanım, sizcə İsrail auditoriyası sizin işlərinizi və üslubunuza maraq göstərə bilərmi? Bəli, biraz öncə də dediyim kimi artıq neçə illərdir ki, İsraildən olan müştərilərim var və çox maraq göstərirlər. Və bundan sonra da daha da marağın artacağına inanıram. Bəs İsrail mədəniyyətindən ilhamlanan və iki ölkənin elementlərini birləşdirən kolleksiya yaratmaq istərdinizmi? Belə bir kolleksiyam artıq neçə illərdir var, uzun illərdir də deyərdim, David ulduzu kolleksiyam. Və bu kolleksiya yetəri qədər maraq olub. Hətta David ulduzu kolleksiyasında mən həm David ulduzundan istifadə etmişəm orada element olaraq, həm də bizim buta, alovun rəmzi olan butadan istifadə etmişəm. Bu da Azərbaycan və İsrail dostluğunu təmsil eləyir. Sizcə Azərbaycan-İsrail Trade House kimi layihələr kreativ sənayenin inkişafında hansı rol oynayır? Məncə çox böyük rol oynayır. Bunu həm sənətçi olaraq, həm sahibkar olaraq deyə bilərəm ki, hər bir sənətçi istəyər ki, başqa bir dövlətdə öz işi tanınsın və Azərbaycan-İsrail ticarət evi də bu belə deyim işin öhdəsindən məncə layiqincə gələcək. Son sualımız, yaradıcılığa başlamaq istəyən, amma çəkinən insanlara nə məsləhət verərdiniz? Düzünü desəm, təbii ki, hər bir işin öz çətinliyi var, asan iş yoxdur həyatda. Bu işə də başlamaq istəyən insan həqiqətən o işi çox sevməlidir və yeri gələndə gecə-gündüz o işin üzərində olmalıdır. Öz işini sevərək etməlidir, hər bir çətinliyinə hazır olmalıdır, istər maddi, istər mənəvi və belə deyim, işə başlayarkən yeri gələndə həm onun rəssamı olursan, həm satıcısı olursan, həm arxa fonda qalan belə deyim, o videoqrafı olursan, montajına qədər hər bir şeyini eləyirsən. Və buna hazır olmalıdırlar. Amma əgər həqiqətən ürəkdən sevirlərsə, mən düşünürəm ki, düşünmədən addım atsınlar. Çünki bir işə başlamağın ən əsas birinci belə deyim, böyük addımdır. Addım attınsa artıq işin yarısını görmüş deməksə. Çox sağ olun Gülçin xanım. Mən Şad oldum sizi tanımağa və sizinlə maraqlı söhbətə görə təşəkkür edirik. Mən təşəkkür edirəm. Aslanlı Museum şirkətinə gələcək fəaliyyətində uğurlar arzu edirik. Yeni tərəfdaşlıqları və Azərbaycan-İsrail istiqaməti əməkdaşlığın inkişafında əhəmiyyətli nailiyyətlər arzuluyuruq. İnanıram ürəkdən buna. Mən təşəkkür edirəm bir daha dəvətiniz üçün.